Salam dəyərli izləyicilər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Muradov Samir Gülbalaoğlu qəzaya düşür və qəzadan sonra işini itirir və atası bizə bir video göndərib qeyd edir ki, oğluma nə raşotnoy, yəni yekun pul vermirlər, nə də şey vərf eləmirlər və ailə çətin durumdadır. Nazirliyin də mövqeyini təbii ki, dərc etməyə hazırıq və videonu izləyək. Salam İntiqam müəllim, axşamınız xeyir olsun. Nə var, nə yox, necəsiz? İntiqam müəllim, mənim oğlum Fövqəladə Hallar Nazirliyində işləyir, Masarlı rayonunda da. O 13 ildə, 14 ildə işləyirdi orada. Bu keçən il 24-cü ilin noyabr ayının 29-unda avtomobil qəzası keçirdi və onun beli sınmışdı. O 6-7 ay xəstəxanada yatdı. Sonra onun bülleteyini almaq üçün sənədlərini göndərdim Nazirliyə, Fövqəladə Hallar Nazirliyinə. Oradan bizə imtina göndərdilər. O nə şey verirlər, nədir o bülleteyn pulun, nə də raşot pulu verirlər ona. Çox xahiş edirəm, bu barədə mənə nəsə bir şey deyin də, mən başsağlıma nə edeyim. Çox sağ olun, təşəkkür edirəm.